Bismillahirrahmanirrahim. Değerli izleyiciler, sosyal medyada birçok insanlar artık açık-aşkar Kur'an'ı inkar etməkdədir. Bunlardan biri de Elşad Miri adlanan bu məxluqdur ki, Kur'an-ı Kerim'de birçok ayələri inkar etməkdədir. Kur'an'da nicah yoktur, Kur'an'da möcüzə yoktur, Kur'an'da hicab yoktur diyen bu insan indi de iddia edir ki, bəs Adəm ilk insan değil. Ona görə də dostlar, heç bir zaman heç kim Adəmin ilk insan olduğunu iddia edə bilməz. Çünki bununla bağlı Quranda bir ayə yoxdur. Təsəvvür edin, Allah Quran-ı Kərimdə də buyurur. Yəni Adəm ilk insan, ilk peyğəmbər, Adəm peyğəmbərdən etibarən bütün dinlərdə, bütün peyğəmbərlərdə qurban ibadəti olur. Gördüğünüz kimi bu inkarçı əvvəla özünü inkar eləyir. Yani buna konspekt verilir ki, bunları danışmalısan. Bu da onları əzbərləyib danışanda əvvəl dediklərini yadından çıxardır. Həqiqətən də bu insanın din haqqında, Kur'an haqqında heç bir məlumatı yoxdur. Və Kur'an ayələrini inkar elədiyi üçünsə bu kafirdir. Gəlin baxaq hansı ayələri inkar eləyir. Bu adam iddia eləyir ki, Adəm nədir? İlk insan değil. Yani Allah Tebareke ve Teala Müminin suresi 12. ayede buyurur. وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ سَلْسَالَةٍ مِنْ تِينَ. Allah buyurur ki, həqiqətən biz insanı palçıq cövhərindən yaratdıq. Yani ilk insanı biz palçıqdan yaratdıq. Adam ilk olmasaydı, deyərdi filan kəsin oğludur. Burada söhbət ilk insandan gedir, yaradılıştan gedir. Daha sonra buyurur ki, ya eyyuhen nas, in kuntum fi raybin minel ba'th fe inna halaknakum min turab. Der ey insanlar, eğer siz şübhədəsiz biz sizi kıyamet gününde dirildəcəyik, bilin ki biz sizi torpaqdan yarattıq. Daha sonra Allah Tebareke ve Teala buyurur ki, İnne mesele İsa indallah kemetelil Adem halagahu min turab thumma qala lehu kun feyekun. Ali İmran suresi 59'da Allah buyurur ki, İsa'nın məsəli Adəmin məsəli kimidir ki, Allah onu torpaqdan yarattı və ona ol dedi, o da oldu. Beləcə bir çox ayələr var ki, Adəmin, insanın ilk insan olarak torpaqdan yaradılışını təsdiq eləyir. Bu Elşad Mir adlanan məxluq isə bunları inkar etdiyi üçün kafirdir. Bunu da Kur'an deyir. Kur'an-ı Kerimdə Allah Təbarəkə və Teala buyurur ki, وَالَّذ۪ينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا اُولَٰئِكَ أَصْحَابُ النَّارِ اُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ. Maide suresi 10. ayədə buyurur ki, kafir olub ayətlərimizi inkar eləyənlər cəhənnəm əhlidirlər. Digər ayədə buyurur ki, وَالَّذ۪ينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا اُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. Onlar ki bizim ayələrimizi inkar eləyirlər, onlar cəhənnəm əhlidirlər və onlar cəhənnəmdə əbədi qalacaqlar. Digər Bəqərə surəsi 256'da da buyurur ki, وَالَّذ۪ينَ كَفَرُوا اَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ اُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا halidun. Onlar ki kafir olurlar ve tağutu özlerine rəhbər bilirlər, onlar cəhənnəmdə əbədi qalacaqlar. Yəni kafirlər cəhənnəmdə əbədi qalan məxluqlardılar və Kur'an ayəsini inkar edənlər də kafirlərdir. Bəs Kur'an ayəsini inkar edən kafir Elşad Miri kimlər və digərləri nədir? Cəhənnəmdə əbədi qalan kafirlərdirlər. Bunlar satanitlərin ardıcıllarıdır, din düşmənləridir, Kur'an düşmənləridirlər. Bunların fitnələrinə uyub dininizdən dönməyin. Vəssalamu aleykum və rəhmətullah.